Mağazadan aldığımız kimyəvi qatqılı pendirləri unutduracaq bir resept təqdim edirəm. Bəli, tamamilə təbii, ev üsulu, kənd dadını verən möhtəşəm bir ağ pendir hazırlayırıq. İlk növbədə təmiz və təbii südümüzü qazana əlavə edirik və ocağın üzərinə qoyub iliq olmasını gözləyirik. Südümüz lazım olan dərəcəyə çatdıqdan sonra əsl möcüzəni işə salırıq. Maya, cəmi bir neçə damcı, yarım çay qaşığı maya ilə südümüzü pendirə çevirməyə başlayırıq. Yaxşıca qarışdırırıq və qapağını örtürük. Nail sprey ilə bükürük ki, pendirimiz özünü tutsun. Və budur. Pendirimiz tam istədiyimiz bərkliyi alır. İndi isə onu süzgəcdən keçirib üzərinə dərhal bol soyuq su əlavə edirik. Termal şok həm mayalanmanı anında saxlayıb pendirin turşumasının qarşısını alır, həm də ki elə bərkidir ki, kəsəndə ovulmur. Mükəmməl olur. Formasını tam alması üçün içindəki son damla suyunu da süzülməsi üçün üzərinə ağır bir daş qoyuruq. Bəli, nənələrimizin üsulu ilə tam suyu süzülmüş pendiri yumşalma ehtimalı 0-a bərabər olur. Çünki bu ən etibarlı üsuldur. Gözlənilən an gəldi. Pendiri dilimləyirik. Görürsünüz necə gözəl, bərk və ideal teksturası var. Üzərinə duz əlavə edib həm dadlandırırıq, həm də çıxan suyunu da saxlayırıq. İndi isə dilimləri səliqə ilə qaba yerləşdiririk və o suyunu əlavə edib soyuducuda saxlayırıq. Tamamilə təbii, qatqısız, ev üsulu ağ pendirimiz hazırdır. Siz də mütləq hazırlayın və fikirlərinizi rəydə mənimlə bölüşün. Videonu bəyənib, gündəlik postlarımdan xəbərdar olmaq üçün Instagram səhifəmi izləməyi unutmayın. Səhifədəki video reseptlərin davamını görmək üçün səhifəni like edib abunə olmağı unutmayın. Hələlik!